Salam aleyküm kardeşler. Deməli yeni mənzilimizdir, 70 kvadrat mənzilimizdir. Həm elektrik, həm santexnikdir. Deməli şitimizin yeridir, cızdanında hamısı. Ondan sonra kılçatımızı, damatanımızı, çölüşümüzün yeridir. Ondan sonra buranın yeridir. Yani elektrikə ait bütün hamısını cızdanmışıq. İnşallah kəsildim deyəcək, bugün bazar günüdür. Bazar günü görə bütün işləri hamısını nə ki cızdanması işləri var, hamısını bugün görmüşük. Burası bizim kukulamızdır. Yani ki kukulanın yeri, çekdörşörüyün hamısını cızdanlıq hazırdır. Allah evliyasına xeyir versin. İnşallah birinci günü start verilecek. Xeyirli olsun. Deməli bax, cızladım hamısını. Bütün gizli işığın yeridir, çöl işıqdır, damafonun yeridir, kulçatırıdır, buranın yeridir. Hamamın qabağında rozetka kulçatırdır. Ondan sonra zalın rozetkasıdır, kulçatırdır, TV assistentin yeridir, kuxlanın kulçatırıdır. Deməli, xaladinin yeridir. Bunlar hamısını səliqəli şəkildə cızladım. Çöl işıqdır. Ondan sonra kombinin yeridir. Kombinin yerində cızladım. Kollektorun yerində hamısını cızladım. Keçim otağa. Ben dedim atım ki özünüz də baxın. Səhər inşallah başlayacaq doğramağa. Lazerlə işin yoxdur. Lazeri tərpətmə. Ya belə tək lazerin qabağından belə dur. Belə dur lazerin qabağından. Dedim tərpətmə də köpək olmadan. Və kulçatörün yeridir, rozetkanın yeridir. Ondan sonra radiatorun yeridir. İnternet, rozetka, kondisioner. Keçdik bu otağa. Kulçatör rozetkadır. Bir dənə rozetkanın yeri orada kəsildi. Onları hələ çıxarıb qoyulmayacaq. Kondisionerin yeridir. Burası isə termonun yeri olacaq inşallah. İndi bunu da çəkib atacağım sizə. Bura termonun yeridir.